Paşinyan kilsə qarşı durması qızışır. Ermənistanda müqəddəs mübarizə hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan dövlət çevrilişinə cəhd və terrorçuluq ittihamı ilə saxlanılıb. Məhkəmə onu 2 ay müddətinə həbs edib. Arxiyepiskop Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin binasında yerləşən İrəvan Kentron cəza çəkmə müəssisəsinə köçürülüb. 2 gün əvvəl həmin müəssisəyə Samvel Karapetyan da yerləşdirilib. Ermənistanda siyasi böhran növbəti mərhələyə keçib. Parlament seçkiləri yaxınlaşdıqca vəziyyət daha da kəskinləşir. Məlumatlara görə Baqrat Qalstanyanla birlikdə 14 tərəfdarı da həbs olunub. Bütün bunlar göstərir ki, bu ssenari, yəni çevriliş cəhdi əvvəlcədən planlaşdırılmışdı və seçkiləri yaxın həyata keçirilməsi nəzərdə tutulurdu. Sadəcə, hökumət buna qabaqcadan reaksiya verdi və prosesi əvvəlcədən neytrallaşdırdı. Qalstanyanın 2024-cü ilin noyabrından sonraki hakimiyyət dəyişikliyi planlaşdırdığı bildirilir. Keşiş isə ittihamları rədd edir və bunu siyasi təqib adlandırır. Ancaq ekspertlərin fikrincə son olaylar tək daxili qüvvələrin hakimiyyət çəkişməsi deyil. Ermənistanda son baş verən hadisələr, həbslər hesab edirəm ki, qərbpərəst qüvvələrlə, Paşinyan başda olmaqla Rusiya yönümlü qüvvələrin mübarizəsidir. Hakimiyyət uğrunda mübarizənin daha da qızışdığının biz şahidi olmaqdayıq. Və bütün dünyaya özünü demokratik, hüquqi, sivil dövlət kimi tanıtmağa çalışan Ermənistanda biz siyasi rəqiblərinin həbslər dalğasının başladığını görürük. Bəs Ermənistanda hakimiyyət çevrilişi sifarişini kim verib? Paşinyan komandası Moskvanı işarə edir. Çünki Kremlin ssenarisində Koçaryan, Sarkisyan və kilsə üçlüyü Paşinyana qarşı formalaşdırılan güc kimi yer alır. Ekspertlərin fikrincə baş nazir kilsəyə daha sarsıdıcı zərbə vurmaqla revanşistlərin güclənməsinə imkan verməyəcək. Bütün hallarda Ermənistandakı son həbslərin mərkəzində Rusiya amilinin olduğu diqqətdən yayılmamalıdır. Moskva Paşinyanın kursundan narazıdır və onun getməsində müəyyən maraqlar ola bilər. Amma maraqlıdır ki, məhz Paşinyanın dövründə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi ciddi şəkildə artıb. Bunun əsas səbəblərindən biri sanksiyalar fonunda Ermənistanın Rusiya üçün tranzit ölkəyə çevrilməsidir. Münasibətlər gərgindir, amma tam qopmuş deyil. Baqrat Qalstanyan, rukovodитель движения. Baqrat Qalstanyandan başqa Rusiyada yaşayan erməni əsilli milyarder Samvel Karapetyan da saxlanılıb. Hər ikisi həm Apostol kilsəsi, həm də Rusiyada sıx bağlı olan fiqurlardır. Bu hadisələr Azərbaycanla münasibətlər baxımından da olduqca mühümdür. Çünki həbsləri Azərbaycanın sülh gündəliyinə yaxınlaşma kimi də qiymətləndirmək olar. Ermənistanın Sivik nəşrinin yaydığı məlumata görə çevriliş planı çevriliş strategiyası adlı 7 səhifəli sənəddə öz əksini tapıb. Sənədin 1-ci səhifəsində əsas məqsəd Paşinyanı devirmək və hakimiyyəti xalqa, kilsəyə və digər qurumlara ötürmək olduğu vurğulanır. Bütün protestlərin arxasında Moskvanın Nikol Paşinyanı və onun hökumətin qəbul etməməyi durur. Və Ermənistan dövlət kimi Moskvaya əvvəlki kimi çox sıx bağlıdır. Ticari dövriyyəsi, insani baxımdan, yəni Ermənistanda yaşayan qədər ermənilər bugün Rusiyada yaşayır. Və təbii bu Moskvada böyük narazılıq yaradır və onlar Paşinyanı dəyişmək istəyirlər. Qeyd edək ki, ötən gün baş nazir Paşinyan çevrilişin qarşısının alındığını açıqlayıb və istintaq başladılıb. İstintaq çərçivəsində 14 nəfər saxlanılıb. Çevriliş cəhdinin qarşısını alan hüquq mühafizə orqanlarına təşəkkür edən Paşinyan bu hadisəni 1999-cu il 27 oktyabr terror aktı ilə müqayisə edən ictimai rəylərə münasibət bildirib. O qeyd edib ki, həmin faciənin səbəbləri o dövrdə hüquq mühafizə sisteminin funksionallığı diqqətlə araşdırılmalı, cəmiyyətin bu suallara inandırıcı cavab alması təmin olunmalıdır. Sahilə Cabbarova, Qadir Əliyev, Fərid Cəfərov, Səbinə Şükürova, İTV Xəbər.